Ben çok üzücü hesap ettim, biraz geciktik çünkü bugün aynı zamanda başka Azərbaycan İcma Təşkilatları tərəfindən də tədbir təşkil olunmuşdu. Həmin tədbirdən biz gəlirdik, onlarla yerləşirdi. Bugün, bu yıl 20 yanvar faciəsinin 36. il dönümüdür. Üstündən 36 il geçməsine baxmayaraq biz bugünü həll olduğu kimi müxtəlif hisslərin qarışığıyla bir növ qeyd edirik. Əlbəttə ki, Azərbaycan tarixində ən böyük müasir dövrün, müasir tarixində ən böyük faciələrdən biridir. Yəni, faciənin nəticələri haqqında da belki videoda da verildi. Əlbəttə ki, bu xalqımızın üzləşdiyi böyük faciədir. Yəni, birinci növbədə biz bunu faciə kimi qeyd edirik. İkinci növbədə eyni zamanda biz bunu qürur mənbəyi kimi qeyd edirik. Ümumiyyətlə, bayaq ki, tədbirdə qeyd etdiyim kimi də 20 yanvar dedikdə 3 məhfum bir növ düşünülür. Yəni, onun 3 məhfumla xarakterizə edilmək olar. Birinci növbədə ədalət. Geceler sübhədək beşik başında sizə laylay dedi, laylay analar. Nə bilsin bu laylay bir gün dilində qəlbini odlayan közələnəcək. Laylay dedi analar, laylay dedi analar. Nə bilsin bu laylay bir gün vətəndə sızlayan kamana para verəcək. Siz çok sevdiniz, azablığın yolunu hafif bildiniz. Üç renkli bayrağı hangini seçtiniz? Ruhları görmekte güzel şehirler. Onları bilmekte azmış Şahitlik zirvəsi qoy sizin olsun. Qeyrəti özündən uca olanlar. Vətəni canlanla siz çox sevdiniz. Azadlıq yolunu, haqq yolu bildiniz.